Dinlər insanlığa ən böyük yalanı söylədi. Qorx, itayət et və qurban ver. Tarixin səhifələrində peyğəmbər dediyiniz biri öz doğma evladını, öz qanından olanı bir uydurulmuş varlığa bıçaq altına qoymağa hazır oldu. Bu necə bir inancdır ki, sevgi və mərhəməti tapdalayaraq itayəti müqəddəsliyə yüksəldir. Əgər buna mənəvi sınaq deyirsinizsə, sual yaranır. Bu sınağın məqsədi nədir? İtayəti sübut etməkmi, yoxsa insanı öz şərəfini tapdalamağa məcbur etmək? İndi biri çıxsın və desin ki, bu sınaq insanı ilahiləşdirir. Xeyr, bu sınaq insanı heyvandan da betər edir. Bugün bir ata evladını bıçaqla hədələsə, onu psixiatrik xəstə kimi dəyərləndirərik. Amma eyni hərəkət 1000 il əvvəl müqəddəslik zirvəsinə qaldırırdı. Dünən müqəddəs sayılan bu vəhşilik, bugün yalnız xəstəlikdir. Fikir verin, tarix boyunca heç nə dəyişmədi. İnsan hələ də öz azadlığını bir dumanlı ümidə təslim edir. Tanrıların adı dəyişdi, amma qurban vermək ənənəsi bitmədi. Bugün qurbanlıq heyvanlar yerinə biz özümüzü, düşüncəmizi, azadlığımızı qurban edirik. Bəs sən nə zaman anlayacaqsan ki, heç bir tanrı səndən qurban istəmir. Sənin evladın nə testdir, nə də vasitə, o sənin davamındır, gələcəyindir. Əgər sən keçmişin miflərinə sadiq qalsan, gələcəyini də məhv edəcəksən. İndi dayan və özündən soruş, mən kiməm? Azad iradəsi ilə qərar verən bir insan, yoxsa kör bir inanca qul olan bir varlıq? Unutma, tanrılar insanın qorxusundan doğuldu, amma insanın ağlı onları məhv edəcək. Seçim sənindir. Keçmişinin köləsi qalmaq, yoxsa gələcəyin azad insanı olmaq.